Çağırışa gedəndə ürəyində yalnız bir söz vardı: Vətən. Və o bu yolun sonunu bilirdi. Amma dönmədi. Natiq Baxşəliyev 40 il ömür sürdü. Ömrünün ən şərəfli anlarını vətən uğrunda döyüş meydanında yaşadı. Füzuli və Xocavənd uğrunda gedən savaşda igidliklə vuruşdu, Ərgünəş dağında son nəfəsini verdi. O, vətən uğrunda Füzulinin azad olunmasına görə və döyüşdə fərqlənməyə görə medalları ilə təltif olunub. Natiq kimi oğullar var olduqca bu torpaq daim azad, bu vətən isə heç vaxt əsir olmayacaq. Natiq Baxşəliyevin igidlik dolu hekayəsi Rəşanə Quliyevanın təqdimatında.